Repetitorlar, kollegalar, pdfexammaker.com saytında elenen iki möhtəşəm bir yenilik haqqında danışmaq istəyirəm ki, bu yenilik hər kəsi çox maraqlandırır. Birinci növbədə başda bunu deyim ki, bu yeniliklə əlaqədar geri dönən bütün kollegalarıma təşəkkür edirəm. Onların sayəsində bu yeniliklər, fikirlər formalaşıb. Hansılardır? Mən sistemə daxil oluram uzatmadan. Bu yeniliklərimizdən birisi imtahan hazırla bölməsində. Məsələn, mən PDF-dən imtahan seçə bilirdim. Deyək ki, gəldim, PDF-dən imtahan seçirəm. PDF kimyadan imtahan seçəcəm bir dənə. Bəli, PDF kimyadan bir imtahan seçirəm. Məsələn, deyək ki, buradan atomun quruluşu quizindən bir neçə dənə sual seçəcəm və şagirdlərimə imtahan eləyəcəm. Tutaq ki, bu sualı seçdim və bu sualın deyək ki, düz variantını girdim. Burada mən düz variantı araşdırmıram, yəni bunu səhv tutmaq üçün demirəm. Müəllif yerinə əlavə elədim. Deyək ki, məsələn, güvən. Yəni, müəllif güvənin test bankıdır, güvənin quizidir və s. Seçdim, buna əlavə elədim. İndi kollegalardan belə bir məsələ gəldi ki, mən istəsəm öz sualımda bura yazıb əlavə eləyə bilərəmmi? Burada yeni bir hissə var. Öz sualını yaz. Məsələn, sualı bura yaza da bilərsiniz. Tutaq ki, misal üçün kimya nəyə deyilir? Məsələn, mən belə bir şey yazdım uzatmadan. Kimya nəyə deyilir? Deyə bir sual yazdım. Hətta bu suala istədim ki, düstur formulu buradan əlavə edə bilərsiniz. Funksionallıq, yəni bunlar artıq hər biri işləyir. Və yaxud da deyərəm ki, şəkil əlavə edərəm. Özüm əllə şəkil çəkərəm, bunu əlavə edərəm. Hansısa bir, belə deyim, fiqur çəkərəm, onun içərisində hesablama edərəm. Yazı yazaram bura, bunun içinə mətni yazaram. İşimi həll edərəm və yaxud da bura bir şəkil də yapışdıra bilərəm. Yəni, bu sualın içərisində bir şəkil də yapışdırıram. Mən indi ixtiyari qaleriyadan bir şəkil əlavə edəcəm bura. Deyək ki, belə bir şəkil də yapışdırdım. Bunun ölçülərini müəyyənləşdirdim. Artıq mən buna mətnə əlavə et dedikdə, sualım gördüyünüz kimi hazırdır. Sualımın doğru variantını və ballandırmasını bura əlavə edə bilərəm. İstəsəm mənbə olaraq Valeh müəllim, artıq bu sual Valeh müəllimin şəxsi sualı deyərəm, sualı əlavə et verə bilərəm. Yəni, ondan sonra imtahan hazırla bölməsi artıq bilirsiniz, imtahan hazırla, buraları da bilirik. Ona görə bu hissəni keçirəm. Yəni, bu hissə əvvəlki videolarda da izah olunur. Bizim bir digər yeniliyimiz nədən ibarətdir? Bəzi müəllimlərimizdən, kollegalarımızdan belə bir, istifadəçilərimizdən daha doğrusu belə bir irad gəldi ki, biz kəsməyə vaxt sərf eləməyək. Mənim əlimdə hazır PDF şəklində bir imtahanım var və mən istəyirəm ki, bu imtahanı onlayn olaraq öz şagirdlərimə keçirim. Bu zaman nə edirsiniz? İmtahanların bölmələrinə girirsiniz, onlayn sınaqlar yerinə girirsiniz və PDF-dən sınaq hazırla hissəsi var. PDF-dən sınaq hazırla hissəsinə gəldikdə sınağa ad verirsiniz. Məsələn, deyək ki, sınaq 5 dedim. Müəllim adı əgər istəyirsinizsə Valeh müəllim. Sinif məsələn 11-ci sinifə əhatə eləyir. Nə qədər imtahana vaxt verəcəm? Deyək ki, 60 dəqiqə vaxt verəcəm. Neçə variantlıdır bu imtahan və nə vaxt başlasın, nə vaxt bitsin? Deyək ki, imtahan bugün bu saatda başlasın və sabahlarım artıq bu saatda bitsin. Şagirdlər nəticələrini görsünlərmi, görməsinlərmi, səhv cavab düz cavaba təsir etsinmi? Məsələn, 4 səhv cavab istəsəz etməyə də bilər. Faiz çıxararkən istəsəz öz verdiyiniz rəqəmə görə, məsələn, buraxılış fənlərində filan 32-yə bölürlər və yaxud da ki, sual sayına görə, burada bir məsələ var. Artıq burada PDF-imdə neçə dənə test var? Əgər 15 dənə test varsa, bunları bir-bir göstərməliyəm. Başlanğıc testim, məsələn, nömrəsi 1, son testim 15 dənə sual var, olacaq və yaxud da 20 dənə sual. Mən indi bura 20 dənə eləməyəcəm, rahat görünsün deyənə 5 dənə eləyəcəm. Hər testdə 1 bal verdim və aralıq əlavə et dedim. Bu nədən ötrədir? Bu nədən ötrədir? Yəni, oradakı sualların düzgün cavablarını görə bilmək üçündür. Düzgün cavablarını görə bilmək üçündür. Bu sual test sualıdır, açıq formalıdır, qapalı formalıdır. Məsələn, 5, belə deyim də, daha doğrusu üzr istəyirəm, testimiz 5 sualdan ibarət olacaq. Hər sual 1 bal olacaq. Yəni, bu formadadır və mən deyirəm ki, neçə variant olsun? 1 variant olsun. Burada testin doğru cavablarını görürəm. A variantı, B variantı, məsələn, o 5 sualın C variantı, deyək ki, D variantı, C variantı və yaxud da Y variantı belə seçdim və bir də həmən PDF-i seçirəm. Deyək ki, mən gəlirəm
PDF-imi buradan seçəcəm. Bu PDF olsun. Deyək ki, 11.4-lərə aid bir test, atomun quruluşunu bütöv. İndi düzdür, burada testdə 5 sual deyil, daha çox sualdır da. Məsələn, 15 sualdır da. Mən bunları uzatmamaq üçün belə elədim. Yəni artıq PDF-dən sınaq yarat dedikdə bu PDF yüklənir. Yenə eyni qaydada artıq sınaq yaradıldı. Sınağı istəsək biz daimi şagirdlərimizi əlavə eləyə bilərik. Mən məsələn hal-hazırda daimi şagird qoymamışam və yaxud da ki, nə bilim, kod əlavə eləyə bilərik, 3 nəfərə kod verə bilərik və yaxud da istənilən kəslə paylaşmaq istəyiriksə, artıq sınağın linkini keçdik. Mən burada bunu göstərmək istəyirəm mütləq sizə. Artıq sınağa başladı. Məsələn, Valeh dedim, sınağa başladığım anda bu dəfə işlər dəyişir, fərqli olur. Bu dəfə PDF-in tamamı bura gəlmiş olur və düz indi burada 15 sual olmuş olacaq da. Biz 15 sual deyəcəm, 5 sual üçün variant seçəcək və şagird artıq sualı buradan oxuyub, buradan variantlarını qeyd eləyə biləcək. Tutaq ki, oxudu, ikinci sualı qeyd elədi, üçüncü sualı qeyd elədi, gəldi. Mən 5 sual üçün ayarlamışam deyən, siz artıq PDF-inizdəki suallar şəklində bunu həll eləyə bilirsiniz. Nəticə dedik və imtahanı bitir dedik. İmtahanı bitirmək istəyirsinizmi? Bəli, imtahanı bitirmək istəyirik. Bizim qazandığımız ballar budur və artıq o suallarda sual və düzgün və səhv cavablar gəlmiş oldu. Bəli, hörmətli kolleqalar, mənə elə gəlir ki, bu əhəmiyyətlidir. İstəsəz, yəni çox sizin işinizə yarayacaq. Hətta kəsməyə belə vaxt sərf eləməyəcəksiniz. Hər birinizə təşəkkür edirəm.